Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Bugün də studiyamızın qonağı var. Studiyamızın qonağı isə Vəliyeva Xatirə xanım, Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri, həmçinin Milli QHT Forumunun idarə heyətinin üzvü. Xatirə xanım, xoş gəlmisiniz studiyamıza. Xoş gördük. Xoş günümüzə gələk hər zaman. Bugün də maraqlı bir mövzuya toxunmaq istərdik. Qarabağa köçlə bağlı istərdik sizinlə müzakirə edək bu mövzunu. Qarabağa köçü ümumiyyətlə necə xatırlayırsınız? Necə bir təsir bağışladı sizə? Çox bir əvvəl onu deyim ki, çox sağ olun, təşəkkür edirəm dəvətinizə görə. Bizim ağrılı, acılı günlərimiz demək olar ki, tam geridə qaldı. Amma hər zaman arzuladığımız bir günə biz yetişdik. İnanırdıq. İnanırdıq ki, biz mütləq geri dönüşümüz olacaq, mütləq geri dönəcəyik. Deməli, Azərbaycanda ilk məcburi köçkünlük həyatını Xankəndlilər yaşayıb. 1988-ci ildən köç başladı. Hardasa bu hadisələrlə əlaqəli olaraq artıq ilin axırında, noyabr ayında demək olar ki, biz köçdük Bakı şəhərinə məcburən. Ermənilərin etnik təmizləməsi nəticəsində Xankəndində bir dənə də olsun Azərbaycanlı qalmadı. Deməli, köç başladı 1988-ci ildən və 92-ci ilin, daha doğrusu 91-ci ilin dekabr ayında son Azərbaycanlı Xankəndini, öz yurdunu tərk elədi. Bu 4 il müddətində ermənilər deməli Bakıda yaşayan, Azərbaycanda nə qədər erməni yaşayırdısa, onlar hamısı Xankəndində birləşdi. Orada məskunlaşdılar. Bunların qurulmuş bu planı əsasında Azərbaycanda yaşayan bütün ermənilər bir ocağa getdilər. Xankəndi, o Zori Balayanın yazdığı Ocaq üçün kitabı var idi. O kitabın mərkəzi olan daşnaqların yuvasına çevrilən Xankəndiyə köçdülər. Amma onu deyim sizə ki, biz tez bir zamanda oranı tərk eləmədik. Hadisələr elə gətirdi ki, biz məcburən köçəsi olduq və Xankəndlilər 3-4 dəfə məcburi köçkün həyatını yaşayıb. İlk olaraq yaxın ətrafa köçürdük ki, məsələn, Xocalıya, Şuşaya, Ağdama ki, bizim geri dönüşümüz var. Çünki torpaq bizimdir, yer bizimdir, yurdumuzdur, bizim qədim məskənimizdir və ulu babalarımızın bizə qoyub getdiyi bir vətəndir. Biz bunu necə tərk eləyə bilərik? Amma elə hadisələr baş verdi ki, biz köçəsi olduq və buna baxmayaraq 4 il, mən əvvəldə də vurğuladım, deməli Xankəndi sakinləri noyabrdan köçməyə başlamasına baxmayaraq 4 il 91-in axırına qədər vuruşdular. Kərkicahan, mən onları hər zaman deyirəm, Kərkicahan qəsəbəsi Xankəndin ilə içində idi, biraz dağlıq ətrafındaydı, dağlıq hissəsində yerləşirdi. 4 il boş əllə, yəni bütün tüfənglər, bütün istifadə olunacağı ov tüfənginə kimi yığılmışdı cəmaatdan. 4 il amma o ermənilərə qarşı, belə deyək də, bir 3000 əhalisi olan böyüklü, kiçikli, uşaqlı və ora gələn dəstəklə kömək, Şuşadan gələn kömək, Azərbaycandan kömək gəlirdi. Onlarla bərabər 45.000 erməni quldurlarına qarşı eyni zamanda 366-cı moto alay, bəli, atıcı o alaya qarşı döyüşdülər. Və amma sonda tərk eləmək məcburiyyətində qaldıq. Amma hər zaman inamımız var idi. İnamımız var idi ki, biz qayıdacağıq və bunu da qeyd etmək istəyərdim ki, o həmin illərdən bugünə qədər demək olar könüllü olmuşam. 2013-cü ildə bizim Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi yaradılanda biz fikirləşdik ki, buna nə sloqan qoyaq, nə qoyaq, nə yazaq və bizim orada olan tarixi abidələr Sovet dövründə hamısı dağıdılmışdı, bir elə tarixi abidəmizdə qalmamışdı və sloqan olaraq yazdıq ki, biz qayıdacağıq. Azərbaycanın xəritəsi və Xankəndi, Azərbaycan bayrağı ətrafında biz qayıdacağıq. Və inansız bu, amma inam hər zaman var idi. Bizim köçkünlər 41 rayonda məskunlaşmışdı. Tez-tez görüşlərimiz olurdu. Hər zaman onları biz demək olar ki, tez-tez
ildə bir 3-4 dəfə bir 10-15 rayonda onlarla ünsiyyətdə olurduq, onlarla görüşlər təşkil edirdik, xeyir, şər və belə tədbirlərim ümumiyyətlə mən Azərbaycanda demək olar ki, Bakıda tədbir keçirməmişəm, hər zaman bölgələrdə olurdu və o bir tədbiri eyni olaraq bir 15 rayonda keçirdim köçkünlərimizlə ki, onlar özlərini təkis eləməsinlər. Çünki bizim nümayəndəliyimiz yox idi. Və onları birləşdirmək lazım idi, onlara bir ümid vermək, inam yaratmaq lazım idi. Amma hər kəs də inanırdı. Bilirdi ki, bir gün biz qayıdacağıq. Bu illər ərzində indi yaratdığınız ictimai birlik, bayaq da qeyd etdiniz, adı da həqiqətən bir insanda böyük ümid yaradırdı qayıdışla bağlı. Hansı işlər görmüsünüz? Mənim keçirdiyiniz tədbirlərmi deyim? Bəli, mən 2013-cü ilə qədər də çox görüşlər, tədbirlər keçirirdik. Heç bir belə deyək də könüllü olaraq. Yəni hər birimiz bir yerdə olaq, hansısa bir şəhidin anım günüdür, Xankəndinin işğalı günüdür, Xankəndinin işğalının başlandığı gündür. Yəni 88-ci sentyabrda başladı işğalı günü və dekabr ayında sonlaşan o günlərə hər zaman biz demək olar ki, sakinlərimizlə, Xankəndi sakinlərlə görüşlər keçirdir, danışır, görüşür. Məsələn, belə bir tədbirlərimiz olurdu. Amma 2013-cü ildən artıq Xankəndi İctimai Birliyi olaraq biz deməli layihə üzərində işləyəsi olduq və qrant müsabiqəsinin qalibi olduq. İlk bizim layihəmiz Xankəndi sakinlərindən toplanan şəhər görüntüləri və sakinlər, şəhidlərimiz, Ulu Öndərin Xankəndiyə deməli Xankəndində olması, Xankəndi dəmir yol vağzalının açılışında iştirak etməsi. Deməli bu stendlər əsasında gözəl bir səyyar layihə şəkillər əsasında səyyar sərgi təşkil elədik və bu səyyar sərgi ilə bütün Xankəndinin məskunlaşdığı, Xankəndlilərin məskunlaşdığı yerlərdə, ərazilərdə biz həmin deməli səyyar sərgi ilə birlikdə olduq. Biz qayıdışla bağlı müzakirə aparırıqsa, Qarabağın işğaldan azad olunma prosesini yəqin ki, mütləq şəkildə danışmalıyıq. Bizim möhtəşəm tarix yazdı. İgid əskərlərimiz, cənab prezidentimiz bütün dünyaya sübut etdi. Əsrlər sonra Azərbaycan torpaqlarına geri qaytardı. Bir detala toxunmaq istəyirdim, Xatirə xanım. Yəqin ki, xatirinizdədir o yaz. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şuşaya səfəri zamanı əlini Xankəndinə uzadaraq söylədi ki, otel orada mı? Cənab prezidentimiz İlham Əliyev də özünə əminliklə dedi ki, inşallah orada da olacaq. Yəqin ki, xatırlayırsınız o görüntüləri. Həmin o görüşü unutmaq olarmı? Əlbəttə ki, tam xatirimdədir. Türkiyə prezidentinin əl uzadaraq Xankəndini göstərərək demək ki, ora otel orada mı? Yəni orada gedəcəkmi? Orada olacaqmı? Yəni bu mesajıydı. Bəli, bəli. Bu mesajı çox belə deyək də fəxrlə, gülərək, əminliklə cənab prezidentə qeydin, bəli, otel oradadır, orada da olacaq. Orada da mütləq olacaq və mən bunu da vurğulamaq istəyirəm ki, ümumiyyətlə bizim bütün layihələrdə biz sonu cənab prezidentin, Ali Baş Komandanın şüarı ilə sonlandırırdıq. Çünki ən yüksək beynəlxalq tribunadan cənab prezident Qarabağ haqqında danışana mütləq deyirdi, Azərbaycan bayrağı Şuşada, Xankəndində dalğalanacaq. Və sözünü tutdu Ali Baş Komandan. Xankəndində bugün bayraq ən yüksəklikdə dalğalanır. Çünki bəli, bölgələr tam azad olunmuşdu. Amma Xankəndinin azad olmaması birisi necədir? Yəni ocaq orada başlamışdı. Mütləq də orada söndürülməli idi və ilk bayraq orada endirilmişdi. Və ilk bayraq endirilən yerdə bayraq ucaldılmalıydı və cənab prezident hər zamanki kimi sözünü tutdu və nəinki otel, oranı demək olar ki, gənclər şəhərciyi, təhsilin mərkəzi, eyni zamanda bütün beynəlxalq tədbirlərin məskəninə çevirdi. Bəli, həqiqətən ora səfərim zamanı da mən özümdən deyirəm də, siz tez-tez səfər edirsiniz. Yəqin ki, o barədə də inşallah növbəti dəqiqələrdə ətraflı məlumat verəcəksiniz. Siz inanırsınız ki, bir şəhərin tərkibində
həm kənd var, həm şəhər var, müxtəlif iqlim var. Çox inanın mən qayıtmaq istəmirdim. Düşünürdüm ki, mən bəlkə köçüm burada yaşayım və o qədər ora heyran qalmışdım həqiqətən. Hələ sizin bu fikirləriniz, ora heyran qalmağınız Xankəndi ilk dəfə səfər edən hər bir kəs sizin fikirdə olur. Eyni zamanda hamı orada yaşamaq istəyir. Köçünü ora köç eləmək istəyir və burada biz bilirdik belə olacaq. Çünki biz oranı bir müqəddəs torpaqda, həqiqətən Xankəndi müqəddəs bir yerdir. Qeyri-adi bir aurası var. Çox yüngül aurası var. Yəni ora gedəndə istər-istəməz əhval-ruhiyyən düzəlir və o qədər gözəl oranın yüngül havası var ki, sanki bir çəkisizliyə düşürsən. Elə gəzmək istəyirsən də belə, bilmirəm, indi bəlkə də mən orada doğulmuşam, orada böyümüşəm deyə mənə belə gəlir. Amma elə mən özümün hiss etdiyimi ora gələn, kənardan gələn, bəli, hər kəs onu elə söyləyir və hər kəs orada yaşamaq istəyir və bu günləri Xankəndinin o qapısı hər kəsin üzünə, hər birimizin açıqdır və bu günlər biz ora köçlə bərabər artıq biz oradayıq. Artıq köçümüz var. Artıq Xankəndlilər bir hissə köç edib ora. Siz özünüz necə köçmüsünüz? Yox, hələ ki bizim evlərimiz təmirdədir. Əsas odur ki, orada erməni yoxdur və bu günləri Azərbaycanın bayrağı orada dalğalanır və əhali artıq sıx yaşamağa başlayıb. Hissə isə köç başlayıb. İndi yaxın bu üzümüzə gələn ayda da yenə Xankəndiyə köç var. İnşallah. Köç gedəcək. Orada evlərin təmirinə başlanıb. Orada sıfırdan tikilən evlər yoxdur. Çünki öz evlərimiz idi və evlərimiz də bu 30 il müddətinə nə deyək, onlar bilirdilər ki, bu ev bunların deyil. Ona görə də heç bir restavrasiya aparılmayıb. Restavrasiya yox, hətta olanı da dağıdıb döküblər. Evin içinə girirsən ki, çox gözəl mebelləri var. Bütün elektrik təchizatı çox yüksək səviyyədə, Avropa istehsalı. Çünki bunlar hamısı yardım gəlib bunlara. Bunlar burada saxlamaq üçün ermənilərin özlərini yardım gəlib, amma evlərin təmiri yox idi. Evlərdə təmir olmadığına görə yenidən təmir başlayır və köç davamlı olaraq gedəcək. Sizin keçən il xatirimdədir, bayaq qeyd etdiyiniz kimi məcburi köçkünlərə dəstək ictimai birliyində siz Xankəndi film çəkmişdiniz. Xankəndi sakini ilə birgə. Xatirimdədir, mən də təqdimatda iştirak etdim. O evə girişindən sakin qeyd edirdi ki, necə var ev elə də qalıb. Yəni heç bir yəni bir təmir işlərimi deyim və yaxud nəsə əlavə tikilimi deyim, heç nə həyata keçirilməyib. Bu da sizin sözünüzün bariz bir nümunəsidir. Elədir. Onlar ancaq biz necədir? Bu günləri ermənilərin havadarları, daha doğrusu ermənilərdən çox, bu Avropa Şurası, ermənilərin havadarları Azərbaycanı etnik təmizləmədə və güya onların milli mədəni abidələrinin, dini abidələrinin dağıdılmasında günahlandırır. Amma Xankəndində heç bir dini abidə yox idi. Bizdən sonra tikilənlər var. Amma onu bunlar, necə deyim, insan necə riyakar olmalıdır ki, bunu dilə gətirsin. Azərbaycan qəbirstanlığı yoxdur. 3 dənə Azərbaycan qəbirstanlığı. Mən oranın sakini olduğuma görə bilirəm ki, bu istiqamətdə Azərbaycan qəbirstanlığı olub. Yoxdur, tamamən yoxdur. Ondan üzbəyüzdə erməni qəbirstanlığıdır. Deməli, Azərbaycanın erməni qəbirstanlıqları 2 yerdə üzbəyüzdür. Azərbaycan yoxdur, bunların qəbirstanlığı durur. Amma bunlar dilə gətirərək deyirlər ki, bizim abidələr dağılır, dini mədəni abidələrimizi dağıdırlar, qəbirstanlığımız dağılır. Heç nəyə əl vurulmadı. Hətta bizim çəkilişimiz olanda, məsələn, biz tərəfi, mənim filmimdə o var. Biz tərəf çəkilir, Azərbaycan qəbirstanlığı yoxdur, amma üzbəyüzdə erməni qəbirstanlığı tam olaraq yerində heç bir daşına xələl də gəlməyibdir. Hazırki köçə münasibətiniz necədir? Yəni hansı ən aktual problemləri maksimum dərəcədə həll etmək lazımdır ki, köç daha sürətli olsun, yəni insanlar daha maraqlı olsun köçə? Bilirsiniz necədir? İnsanlar heç nəyi düşünmədən, fikirləşmədən, orada olan o şəraitin pis, yaxşı, evin təmirli, təmirsiz olmasından asılı olmayaraq hamı ayaq üstədir. Hamı köçmək istəyir, getmək istəyir. Hətta inanırsınız, mən sizə belə də konkret fakt deyim ki, mənim 2 sinif yoldaşım
Habil, Seymur orada ev kirayalayıblar. Ev kirayalayıblar, oradadılar. Nə vaxt evlərinə gedəndə öz evləri olacaq. Amma hal-hazırda orada yaşayırlar, amma xidməti ev yox ha. Ümumi kirayələnmiş bir evdə kimsə xidməti ev olaraq ona verilib, tək yaşayır və bunlar da onunla bərabər kirayələyib bəli, öz evlərini onlar məsələn heç kəs gözləmək istəmir. Kim hansı yollarla bacarırsa, ora köç eləyir. Amma dövlət səviyyəsində əlbəttə ki, bu bir dəfəlik köç də mümkün deyil. Çünki hissə-hissə evlərin təmiri getməlidir və ilk olaraq Azərbaycanın müxtəlif bölgələrində yaşayan və pis şəraitdə yaşayanların ilk köçü olur. Yataqxanalardır, məktəbdir, bağçadır, dövlət idarələrində yerləşən və bu günlərə sosial heç bir sosial belə deyək də tərəfdən çox pis vəziyyətdə olan binaların deməli podvallarında yaşayanların köçü başlayıb. İlk olaraq onlar köçdü. Gəncədən köç oldu, yataqxanalardan köç getdi. İlk köç Gəncə köçü deyək də, Gəncəlilərin köçü oldu. Gəncəlilər yox, Xankəndilərin Gəncədə məskunlaşmış Xankəndilərin köçü oldu. Gəncədən gəldi köçümüz. Belə, amma hər kəs bugün ayaq üstədir. Kim nə vaxt istəyir, gedə bilirik, gəlirik. Amma cənab prezidentin qərarı ilə böyük qayıdışa artıq start verilib Xankəndinə. Xankəndə evlər təmirdən çıxır, təmir edirlər. Amma bizim belə deyək də, kim ürəyindən keçirsə, orada özünə bir yer düzəldib, daha doğrusu kiçik biznes yaradıb, kiçik bir biznes yaradıb, kiçik bir iş qurub, ora köç eləyib, yəni xidmət evlə onlar təmin olunurlar deyə. Amma dövlət proqramı olaraq böyük qayıdış çox yüksək səviyyədə aparılır və bizim geri dönüşümüz artıq orada var, artıq biz oradayıq və işlə bağlı düzdür, çətinliklər var, amma bunlar hamısı müvəqqətidir. Yəni az bir zamanda 2 ildir Xankəndi əsarətdən, işğaldan azad olunub, suverenliyimiz demək olar ki, tam təsdiq olunub, bərpa olunub daha doğrusu suverenliyimiz. Onunla bağlı heç bir problem yoxdur. Böyük qayıdışın dəstəyi olaraq, ilk olaraq pis şəraitdə yaşayan məcburi köçkünlər orada evlə təmin olunurlar. Amma mən bir nüansı da vurğulamaq istəyirdim ki, bizim bu qayıdışımız, bizim zəfərimiz daha 2016-dan başladı. 2016-cı ildə cənab prezidentin bu böyük Mərcanlı zəfəri, zəfər çalmağı ilk zəfərimiz. Demək olar ki, bu məğlubiyyət sindromunu sındırdı. Məğlubiyyət sindromu sınandan sonra hər birimiz ayaq üstə bilirdik ki, bu zəfər mütləq olacaq. Və bugün cənab prezident həqiqətən verdiyi sözü hər zaman tutduğu kimi, bu sözünü də ataya verdiyi, atanın vəsiyyətini həyata keçirdi və Azərbaycan bayrağını Şuşada, Xankəndində və bütün o bölgələrdə dalğalandırdı. Və buna görə də biz Ali Baş Komandan olaraq cənab İlham Əliyevə və şəhidlərimizə, ordumuza sonsuz bir təşəkkürümüz var. Bəli. Əslində köçümüz belə deyək, 30 ildə orada yaşayan ermənilərin orada göstərdiyi belə deyək, fəaliyyətə baxanda siz qeyd etdiyiniz kimi 5 ildə, 3 ildə bizim bu sürətlə qayıdışımız, bu sürətlə orada aparılan tikintilər, qurulan işlər tək Ermənistanda deyil, bütün dünyada şok effekti yaradıb. Ki, həqiqətən çox böyük o əzmkarlıq tələb edir, çox böyük həm maddi, həm mənəvi güc tələb edir. Şükürlər olsun bugünə ki, bu gücü də Ali Baş Komandanımız xalqdan alır, xalq da Ali Baş Komandanımız İlham Əliyevdən. Hər zaman elə Ali Baş Komandan onu vurğulayır. Xalq, ordu, Ali Baş Komandan vəhdət təşkil edir. Yəni bunlar biz, daha doğrusu bu şüar var ha, biz birlikdə güclüyük. Biz birlikdə güclü olmasaq bu qələbədə olmazdı və bugün ora köçümüz də olmazdı. Azərbaycan tək olaraq və dost dövlətlərin dəstəyi ilə, dost dövlətlər var, dəstəyi ilə, mənəvi dəstəyi ilə, bəli, mənəvi dəstəyi ilə bugün qalib dövlətik. Qalib dövlətik. Yəni bizim dostumuz o qədər çox deyil. Amma bütün demək olar ki 70%, dünyanın 70% Ermənistanın yanında olmasına baxmayaraq, amma biz qalibik və biz qalib gəldik. Haqlı Çünki ədalət bərpa olundu.
ədalət bərpa olundu. Bəli. Belə sonda tamaşaçılarımıza demək istədikləriniz varsa buyurun. Tamaşaçılarımıza demək istədiyim, heç vaxt inamınızı itirməyin. Hər zaman dövlətimizin yanında olaq, birlikdə olaq və biz nə qədər bir olsaq, birlikdə olsaq, bir o qədər də güclü olacaq. Və hər birinizi əgər Xankəndində, Qarabağda olmayan varsa, oranı bir ziyarət etməyə dəvət edirəm və bu ziyarətdən çox məmnun qalacaqsınız. Belə. Sonda sizə təşəkkürümü bildirirəm Xatirə xanım, dəvətimizi qəbul edib studiyamıza gəldiyiniz üçün. Beləliklə verilişimiz sona çatdı. Verilişimizin qonağı isə Xatirə xanım Vəliyeva, Xankəndi Məcburi Köçkünlərinə Dəstək İctimai Birliyinin sədri, həmçinin Milli Qeyri-Hökumət Təşkilatlarının Forumunun İdarə Heyətinin üzvü. Sağ olun, sağlıqla qalın.